İndi artıq Mühərrəm ayının sonları, qarşıda ağır ay gəlir. Hətta ağır ayın əvvəli üçün imamların məsləhəti budur ki, sədəqə çıxartın. Sədəqə çıxartın, yəni səfər ayının girişində məsləhət budur ki, hər bir kəs sədəqə çıxarsın, füqəraya, tanıdığı insanlara. Lazım deyil mollaya getirib verəsən ki, molla mən tanımıram, sənin yanına müraciət çoxdur, sən tapkina. Hər bir kəs istəsə, axtarsın, tapa bilər. Mən cəddə və cədə, axtaran neynər? Tapar. Bəli, sədəqə vermək bu ayın əvvəlində çox məsləhətdir. Hətta o ayda məsləhət çox olmur ki, zərurini xaric eləginən, zəruri işdən ötürü. Eyb eləməz, zəruri olsa getmək, qeyri-zəruridə o ayda səfər etmək də heç məsləhət deyil. Ömrümüzdən gedir, günbəgün, saat bə saat. Ömrümüzü xərcləyirik. Bir insanda bir məbləğ pul olsa, onu keyfiyyətli yerə də xərcləyə bilər, hədər yerə də xərcləyə bilər. Amma keyfiyyətli yerə xərcləyəndə görürsən ki, bəli, bir zamanlar keçir, aldığı əşya yaddaşt eləyir bir kəsi ki, bunu filan vaxt zəhmət çəkib, tər töküb qazandığım pul vahidindən almışam. Bugün də nədir? Kara gəlir. Bir də var ki, İraq şarlatan yollara insan pul xərcləsin, mənasız, qədri bilinməyən yerə pul xərcləsin, həm özünə təhqirdir və həm də musrif olur, israf olur. İsraf özü nədir? Həramdır. Allah Qur'anda çox yerlərdə deyir, amma biri məşhurdur ki, həman məşhurda deyir ki, İnnəllaha la yuhibbul musrifin. Allah sevməz israf eləyənləri. İsrafçıları Allah sevməz. Allah sevməsə, birdən qəzəb də eləməsə, Allah Taala'nın misyası, vəzifəsi, yaratdığını qidalandırmaq, təchiz etməkdən ibarətdir. Allah əgər bir kəsi yaradıbsa, onun ruzisinə nədir? Kəfildir, zamindir. İnnəllaha yərzuqu mən yəşa bi qeyri hisab.